Qızım, bax gör, hansı giriş mebelin bəyənirsən? Ay baba. Hayca. Deyirəm ki, bax indi Vidadəmi biləndə ki, onun o tikilməyən villasının yanındakı villanı sən özünüz üçün tikirsən. Bax ona nə cavab verəcəksən? Ay qızım, sonunu düşünən kahraman olamaz. Sən nağdı mebeli seç, ona sonra baxarıq. Kahraman. Məftun. Mən neyinirsən? Nəyə gəlmirsən? İş yarım çıxalıb orada. Ay Vidadi müəllim, sən də laf mənə qaralamısan. İş gedir, narahat olma. Hə. Mən gəldim ki, o giriş qapısına mebel seçəsən, mən də gedim alım da onu. Nə? Giriş qapısına, prixoji. Ay, ev hazırdır ki, mebel seçirsən, yığışdır bunları. Ay Vidadi müəllim, sən bunu seç, o mənlikdir. Ay, evi tikdən sonra da deyirəm. Ay Vidadi müəllim, sən bax. Bunun nağdı seç, o mənlikdir, narahat olma. Yaxşı, bunu istəyirəm. Buna bax, ürəyimi oxudun. Deyirəm ki, dünya görüşlü insanlar adamları baxışından o saat tanıyır. Sənin bəsirətin açıqdır. Yadımdadır, həmişə işçilərə deyirdin ki, sonradan o söz dillərə dastan oldu. İş insanın cövhəridir. Mənim sözümdür. Bəli, Mən demişəm. bəli. İş insanın cövhəridir. Amma yaxşı demişəm. Vidadi müəllim, əsəbləşdin. O mebel mənlikdir, mən hədiyyə eləyəcəm onu. 200 manat ver, beh atım, ondan sonra qalanı mənlikdir. Yaxşı, kartına 200 manat atarım, amma işi yarımçı qoyma. Ged işin üstünə. Gedirəm, oldu. Tərpən, tez ol. Ay, atalar sözü deyə buna bax. Gələ mən o kitabı bir varaqlayayım.